Deməli, hamıza salam. YouTube kanalımın ilk videosu sizlərin qarşınızdayım. Nereden çıktınız? Hoş geldiniz. Bir neçə ay içərisində kompüterə keçməyim gözləniləndir, lakin hal-hazırda dedim başlanğıcı mobil ilə eləyim. Futbol Managerin mobil versiyasında ilk videomla qarşınızdayım. Onda belə eləyək də, antrenörlük lisansı yox, etibar bilinmir, heç nə seçilməyib, ən pis vəziyyətdə journeyman karyerimizə başlayırıq. Və başladıq. Ömer Jabiyev tam nitelikli bir futbol menajeri olmaq üçün gərəkli bütün sınavları keçdi. Neyse də deyir ki, opşum iş axtarında deyir, iş tapa bilərsiniz deyir. Aynen. Bana şuradan bir taş bulu alsana ya. Başlayaq bir bütün işlərə başvurmağa. Komanda ilə. Və axır ki təklif gəldi. Bokum 1848 oyuncuların bir dəyərinə baxaq. Oy. Bundesliga 2-də mübarizə aparırlar. 9-cu yerdədirlər. Bunları 6 puan fərqlə Kaiserslautern'dən geri qalırlar. Hədəf Bundesligaya yüksəlmək, mükəmməl. Tam istədiyim kimi təklif bomba kimi. Qəbul edib komandaya qatılıram. Bəli, mənə gətirdilər görevə. Deməli, klubun maaş büdcəsini falan ayarlamaq, az takımı qurmaq, lazımsızları sərbəst buraxıb kiralıqları kiralıq qoyub, yəni də transfer işləri üçün başlanğıc təməli atmaq, komandanın penalti vuranlarından tutmuş, kapitanlarına tutmuş hər şeyi seçməklə yanaşı, bütün işləri bu hissədə gördüm. Sürətləndirilmiş bir hissə göstərirəm. Yəni çox sıxıcı işlər olduğu üçün oraları sürətli göstərmədim. İndi isə gələn ilk transfer təklifi ilə bərabər karyeramıza davam edirik. Aha, ilk təklif gəldi. İşte qəbul. 1.9-a Kvartengi razılığını verdik. Razılaşdı, sataq. Bu hissədə ilk olaraq boş sıxıcı işlər görürəm, daha sonra da komandanın texniki heyətini yenidən yığıram. Və antrenör ekibini elədim 10-da 10. Bir dənə klub testləri gəlişsə, bir nəfər də antrenör işlədə biləcək. Əks halda da ki, heç nədən. Bunlarla davam. Və belə ki, heyətimiz də budur. Rəqib qırmızı kart yedi. Beləliklə rəqib təxminən 50 dəqiqə, daha da çox müddət, 1 saata yaxın müddət bizə qarşı 10 nəfərlə mübarizə aparacaq. Bu da o deməkdir ki, bu oyun qalibiyyət üçün böyük bir şans əldə etmişik. Penalti. Hücuma keçməyimə ehtiyac olmadı. Penalti 92-ci dəqiqədə. Hakim vardan gəldi, penalti deyir, hələ də təsdiqləyir və penaltidən qol atdı. Liqada sıralamamız 8-ciliyə yüksəlir. Addım-addım, damla-damla gəlirik. İlk 3 ilə fərq çox yoxdur, 4-5 xal fərq var. Siz görməsəniz də oyunculara aralarda mövqe məşqləri verim, yeni mövqelər öyrətirəm. Və eyni anda digər sıxıcı işləri də bir tərəfdən sürətləndirilmiş hissələrdə görürəm. İndi isə keçək liqanın biz gəldikdən sonra olan ikinci maçına. İlk yarı bomboş, heç bir şey olmadı. Standart Almanya ligi. Gol. Pannevik. Yarım müdafiəçimiz ikinci qolunu vurdu sezonun. Oyun elə həmin hesabla yekunlaşdı. İndi isə keçək 3-cü oyuna. Liqanın sonuncusuna qarşı oynadığımız üçün və artıq 2 maçdan sonra yorulduğumuz üçün bu maçı tətilə çıxdıq və komanda özü köməkçi məşqçi ilə oynadı. Və 4-0 qazandıq. Bomba kimi. Hannover ilə maçda isə siz arxa planda qolları görərkən biz də 2 gözəl qol buraxaraq təəssüf ki, məğlub olduq. Son maçda da 0-0 bərabərlik. Və beləliklə gərək transfer dönəminin açılmağının nə qədər qalıb. 12 gün içərisində transfer dönəmi açılır. Qabağımıza boşluq var. 1 aylıq. 1 aydan sonra sezonun digər yarısı davam edəcək. Komandanın məndən gözlədikləri orta sıralarda bitirməkdir. Mənim isə özümdən gözlədiyim ilk 3-ə girməkdir.
İlk 2-yə girsəm də ki, lap əla olar ki, play-offsuz yuxarı liqaya yüksəlmək şansı deməkdir. Çünki 3-cü olsam yuxarı liqanın 17-cisi ilə oynamalı olaram. Bundesliga 17-cisi də böyük ehtimal güclü olacaq. Frankfurtdan zaten düşəcək. İşimiz çətin olacaq. Ona görə də çətinliklər olmaması üçün ümid edirəm ki, ikinci liyə yüksəlməyi bacararıq. Bunu da yaxşı transferlərlə eləmək olar. Yalnız taktika qaydasında da görürəm ki, oturuşub uzun top yaxşı oynayırlar. Heç nə də yorumlarda tövsiyələrinizi verərsiniz. Hər hansı bir taktika dəyişikliyi haqqında nə edə bilərik, nəyi daha yaxşı eləmək olar, hansı oyunçuları transfer eləməyimi istəyirsiniz. Transfer dönəminin açılmağına 12 gün qalmış. Bölümü burada yekunlaşdırıram. Digər bölümdə də gözəl transferlər eləyib sezonun başlanğıcını, davamını eləyərək necə alındığını, necə davam elədiyini görüb biləcəyik. Tövsiyələrinizi gözləyirəm. Belə ki, heyətimiz hal-hazırda bu vəziyyətdədir. Oyunçuların dəyərini də göstərim. Budur, yəni transfer edib sata biləcəyimiz oyunçular da var aralarında. Komandanı necə yenidən yığmağımı istəyirsiniz, deyərsiniz. Transfer dönəmi açıldıqda daha yaxşı transferlər ilə, daha yaxşı oyun ilə qarşınızda olmağı ümid edirəm. Deməli video sona çatdı. Video biraz qısa oldu, həm də videoda çox şey ətraflı izah eləməmişəm. Əgər oyundan çox başınız çıxmırsa, videoların daha ətraflı olmasını istəyirsinizsə, daha uzun olmasını istəyirsinizsə, onu da yorumlar qismində yaza bilərsiniz. Hər hansı bir transfer tövsiyəniz, oyunçu tövsiyəniz varsa, onu da verə bilərsiniz. Oyun içi inanmıram bilmədiyim bir şey olsun. Yəni təcrübəliyəm oyunda, neçə vaxt oynayıram. Ancaq ola bilər ki, transfer cəhətdən hər hansı bir oyunçular tövsiyə edə bilərsiniz bu səviyyə üçün. Nəzərə alın ki, 15 milyon avro təxmini transfer büdcəmiz var. Onunla da gələn bölümdə yaxşı işlətib, yaxşı transferlər edə bilərik. Beləliklə video sona çatdı. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.